Salam dəyərli izləyicilərim. Mən Rəisa Dəyişən Usta yenə sizinləyəm. Bu günləri mən heç bir avtomobili çəkməyəcəm. Sadəcə olaraq burada düzəltdiyim drift trike sizə təqdim edəcəm və belə deyək, drift trike sırf özüm yığmışam. Sıfırdan bütün təkər sistemindən tutmuş kuza sisteminə qədər, mühərrik sisteminə qədər hamısını özüm fikirləşib, özüm yığmışam. Və belə deyək, tamamlamağını özüm tamamlamışam. Sadəcə olaraq burada belə deyək, bu drift trike adlanır. Amma bir şey də nəzərinizə çatdırım ki, bunu kiçik uşaq idarə etdiyinə görə böyük də idarə edə bilər. Əlbəttə ki, 150 kiloya qədər yük götürmə ehtimalı var. Lap rahat da götürür, belə deyək. Amma uşaq sürdüyünə görə, bizim bu bildiyiniz səhifədə də paylaşmışam. Davud Usta, balaca ustamız bunu sürmək üçün, drift etməsin deyə, ora-bura sürüşməsin deyə mən bunu ayrı bir formada yığmışam ki, bu drift etməsin. Əslində bu drift trike'ın adı özü də elə, sadəcə olaraq bu drift etmir. Bunu mən sizə indi göstərmək istəyirəm ki, nəyə görə və nə üçün mən bunu hazırlamışam, hansı qaydada hazırlamışam. Ətraflı olaraq mən də bunları sizə göstərəcəm ki, necə yığılıb və drifti edib etməmək üçün nə etmək lazımdır. Bunu ətraflı olaraq mən sizə göstərərəm. Deməli belə, dəyərli izləyicilər, nədən başlamaq istəyirəm? Qabaq təkərdən başlamaq istəyirəm. 17'li idi, diski təkər 17'li idi. Vilka kuza sistemini gördüyünüz kimi mən özüm hazırlamışam kuza sistemini. Çünki burada kuzanın ön hissəsi təkər tərəfi əyilməsin deyə mən burada rama düzəltmişəm. 2 ədəd rama düzəltmişəm. Buradan da düzəldə bilərdim. Sadəcə olaraq bu hissədən düzəltmişəm. Əlbəttə ki, bunu belə deyək, amortizatorla da mən qoya bilərdim. Buradan oxla qoyum, amma amortizatorla qoyum, bu oynasın. Sadəcə olaraq bu oynamaması üçün drift olunur. Həm də ki, aşma ehtimalı burada belə deyək, %90% azalır ki, burada prujin olmasa, amortizator olmasa, bunun aşma ehtimalı olmayacaq. Və bu hissədə də gördüyünüz kimi mən belə bir vilkanın boğazından ramaya qədər belə bir dəmir düzəltmişəm. Hər iki tərəfdə var. Uqolnik kimi belə qoymuşam ki, vilka güc düşməsin və əyilməsin. Burada 13 boltu ləğv edib 17 ilə qoymuşam. İçərdən də bolt svarkalamışam. Burada hər şey işləv vəziyyətdədir. Sadəcə olaraq mən burada dinamo elə qoymamışam. Gözləyirəm, dinamo alacam və qoyacam. Bunu ətraflı sizə göstərmək istəyirəm. Bunlar LED-dir, pavarotniklərdir. İşləv vəziyyətdədir. Siqnal işləyir. İşıqlardır, pavarotniklərdir, sağ-sol və siqnal. Əl tormuzu buradadır. Qazdakı gördüyünüz kimi qazı əldədir, dəyərli izləyicilər. Burada bütün pavarotnik sistemi, avarini sistemi zadı hamısı var. Şınanklar zadlar, şunurlar zadlar hamısı çəkilib. Bu saat silenkasını da sizə göstərəcəm. Bu da bunun oturacağıdır, dəyərli izləyicilər. Dəbilqədir. Sadəcə olaraq mən burada çənəsiz götürmüşəm. Çünki bunların çənəliləri var, bir də çənəsizləri var ona görə. Və burada dəyərli izləyicilər, karting təkəri mən burada tapa bilmədiyimə görə burada belə deyək, kamerlə olan təkər ki tapdım. Diski, təkər, kamer bir yerdə, hər tərəfə tək qoymadığıma görə səbəb odur ki, görünüşünə görə tək qoymadım. Cüt qoydum ki, biraz enli görünsün. Əlbəttə ki, bu təkəri diskini razvarka edib biraz enli də eləmək olar. Amma nə qədər də olmasa, belə deyək, burada hardasa bir 9-10 santi var. Bunu 15 santiyə çatdırmaq mümkündür. Amma bir təkər olacaqdır. Burada da oxda belə deyək, çox çıxırdı. Ona görə də mən bunu fikirləşdim ki, bu qaydada qoyum. Və buradan da bu saat sizə göstərəcəm, dəyərli izləyicilərim. Burada mən 10 boltdan istifadə eləmişəm ki, bu təkər mörtv olsun. Və burada da birbaşa flansdan istifadə eləyib təkərləri buradan bağlamışam gördüyünüz kimi. Və
oxdur yondurmuşam. Bunlar hamısı motosikletləndi. Ulduz da, böyük ulduz da. Amma bu variator isə, yəni bu muftestiplenidir. Bu düzdür, Azərbaycanda yoxdur. Mən bunu gətirmişəm və motordur, mühərrik. Yəni 5,5 at gücüdür. 5,5 at gücüdür. Benzin mühərrikdir. Yağı addelini tökülür. Benzini də addelini tökülür. Burada mən dapalnitrini, yəni əlavə səs boğucudan istifadə eləmişəm ki, yəni çox səsi çox çıxmasın. Nəyə görə? Bunun öz, yəni səs boğucusu biraz çox çıxırdı, amma bunda isə az çıxır. Stoplardır, pavorotniklərdir, hamısı işləyə vəziyyətdədir. Sadəcə olaraq mən akkumulyator qoşmuşam, müvəqqəti olaraq. Çünki dinamo olandan sonra dinamo akkumulyatora, akkumulyatorda sistemə verəcək. Belə bir şəkildədir. Qazın trosu buradadır. Kalibrator zat hamısı yerində və akkumulyatorda sizə göstərim. Düzdür, mən balaca akkumulyator qoymuşam buna. Çünki böyük də qoya bilərdim. Amma belə məsləhət oldu ki, balaca akkumulyator qoyum ki, çünki dinamo fikirləşirəm ki, balaca bir dinamo qoyum buna. İnşallah bunu da belə deyək, short videoda paylaşacağım ki, yəni dinamo qoyandan sonra onu paylaşacağım dəyərli izləyicilərim. Belə və 5,5 at gücü. Bunu hamı demək olar ki, bilir. Abıçına, yəni ki, generator motorlarındandır, yəni su pompalarının motorlarındandır. Sadəcə olaraq mən bunu burada periodika eləmişəm. Əlbəttə ki, bütün karting motorları yəni bu motordan olur. Burada isə, dəyərli izləyicilər, mən qabaq diskini, yəni bu diskini alanda üstündə gördüyünüz kimi belə yəni bolt yerləri ki var idi. Mən bunu qabaq support və belə deyək, tormuz barabanı, yəni burada olduğuna görə, burada adətən tormuz verəndə istər-istəməz arxa ağır olduğuna görə burada həm rulu titrədir, həm də ki, sürüşmə ehtimalı olur deyə o baxımdan mən tormuz sistemini, yəni əyləc sistemini arxaya keçirtdim və arxada mən bunu belə deyək, burada da yəni fliansdan istifadə eləmişəm və bolt-qayka ilə bunu hamısını bağlamışam ki, burada rahat şəkildə nakladka, support hamısı öz işini görür və belə deyək, tormuz sistemi daha mükəmməl olur arxada. Çünki arxanı ağırlığını tam saxlayır və qabağa da güc düşmür. Mən bunu ispitaniyadan keçirtmişəm. Çünki nəyə görə? Qabaqda tormuz verəndə istər-istəməz vilkanı, bu vilkanı yəni boşaldırdı, tez-tez boşaldırdı. Ona görə də tam hazır olması üçün mən buna çəkilişini elədim ki, tam hazır olsun, sonra çəkilişini eləyim. Belə dəyərli izləyicilər, amma bir şey də nəzərinizə çatdırım ki, bayaqlara sizə demişdim ki, bu drift rake əslində drift eləməlidir. Adətən saytlarda da yəni görmüşük. Burada təkəri boşaldandan sonra bura plasmas turbadan istifadə edirlər. Yəni o qara turbalar ki var, onlardan istifadə edirlər. İstəyən kasa hardasa 20 mm olan turbalardan istifadə edirlər ki, bu yəni videosu olmasın. Mən bunu ayırmışam. Gördüyünüz kimi təkər burada oxu ətrafında boş fırlanır. Gördüyünüz kimi. Amma mən əks tərəfdə necədirsə, yəni beləsinə necədirsə, yəni mən bunu bu variatorla bir yerdə fırlanır və bu isə fırlanmır. Əks halda, yəni mən bunu mörtv eləsəydim, dəyərli izləyicilər, burada belə deyək, dönmə ehtimalı azalır, amma drift ehtimalı çoxalır. Çünki nəyə görə? İstər-istəməz qaz verəndə mühərrikə ox başlayır dövrəyə və təkərlər başlayır sürüşməyə. Sürüşmə ehtimalında da belə deyək, burada drift yaranır. Ona görə də yəni drift etməsin deyə təhlükənin qarşısını maksimal dərəcədə almağına görə məcburiyyət qarşısında mən bunu boş qoymuşam. Amma bu hissə isə gördüyünüz kimi belə bir şəkildə fırlanır. Yəni bu saat hal-hazırda, yəni belə deyək, vidoşu yəni sol təkərdir, amma tormuz isə oxla bir yerdədir. Sadəcə olaraq bir dənə bu boş fırlanır. Belə, yəni dönməsinə də daha mükəmməl olur. Çünki hər iki təkər oxa bağlananda dönmə
məsafəsi belə deyək, çox böyüyür və geniş bir yer lazımdır ki, yəni onu belə deyək, döndərəsən. Çünki çətin olur döndərmək, rul dönmür. Hər ikisi viduşu olduğuna görə çəkir aparır qabağa, döndərmək olmur dəyərli izləyicilər. Belə dəyərli izləyicilər, bunu mən sizinlə paylaşmaq istədim. İndi sürüb İspaniyadan keçirdəcəyik, yəni eksperiment eləyək, baxaq görək nə göstərir, nədir. Ətraflı olaraq indi sizə göstərəcəm bunu.